Sabahınız xeyir. Welcome. Xoş gəlmisiniz. Very good to see you. Sizi görmək çox xoşdur. Glad that you are Şadam visiting ki, us. böyük It's a big nümayəndə delegation. heyəti ilə bizə səfərə gəlmisiniz. Bir neçə ay bundan öncəki görüşümüzü xatırlayıram və məmnunam ki, siz dəvətimi qəbul edərək ölkələrimiz arasında münasibətlərin çox fəal inkişaf etdiyi vacib bir vaxtda Azərbaycana səfərə gəlmisiniz. As you know, Bildiyiniz kimi, biz hazırda entering a new phase of İki tərəfli əlaqələrin bilateral çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq və əlbəttə ABŞ vitse-prezidentinin səfəri ərəfəsində sizin nümayəndə heyətinizin gəlişi də olduqca əhəmiyyətlidir. Çünki bizim təmaslarımızın bir hissəsi business, biznes, investment, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşir. Bilirəm ki, müxtəlif dövlət rəsmiləri ilə sizin çox saylı görüşləriniz nəzərdə tutulub. Əminəm ki, onlar sizin bütün suallarınızı cavablandıracaqlar. Bu səfərin nəticəsində düşünürəm, biz müxtəlif istiqamətlərdə daha fəal təmasların şahidi olacağıq. Onu da bilirəm ki, siz ABŞ iqtisadiyyatının müxtəlif segmentlərini təmsil edirsiniz və bu çox faydalı olacaq. Çünki bugünə qədər iqtisadi əlaqələrimiz bizim görmək istədiyimiz səviyyədə deyil. Bir daha xoş gəlmisiniz. Sizə ölkəmizdə xoş vaxt keçirməyi arzulayıram. Bilirəm ki, mütləq əksəriyyətiniz üçün bu ilk səfərdir və bu Azərbaycan haqqında daha çox məlumat əldə etmək üçün yaxşı fürsətdir. Xoş gəlmisiniz. Zat əlləri, təşəkkür edirəm. Burada olmaq çox xoşdur. Biz BMT Baş Assambleyası çərçivəsində sizinlə görüşdük və siz bizi Azərbaycana dəvət etdiniz. Böyük nümayəndə heyətinin gəlişini arzuladınız. ABŞ-dakı səfiriniz Xəzər İbrahim, İqtisadiyyat Nazirliyi, Azpromo və ABŞ-ın burada fəaliyyət göstərən səfirliyindəki həmkarlarımızın dəstəyi ilə 31 şirkətin nümayəndəsi Azərbaycana gəlib. Bu səhər burada onlardan bəziləri iştirak edir, lakin nümayəndə heyətinin özü daha genişdir. 31 şirkətdən 60 nəfər nümayəndədir. Yəni, bu masada da böyük heyət var. Biz həqiqətən də burada olmağımızdan məmnunuq. Adətən biznes əlaqələri siyasi əlaqələrdən daha sürətli inkişaf edir. Ancaq burada biraz qeyri-adi olan odur ki, siyasi münasibətlər iqtisadi əlaqələri üstələyir. Buna baxmayaraq şirkətlər sürətlə hərəkət edir və biz tezliklə lazımi səviyyəyə çıxacağıq. Bu sizin rəhbərliyiniz və hökumətinizin fəaliyyətinin nəticəsidir ki, burada iştirak edən nümayəndələr müxtəlif sahələri təmsil edirlər. Bəli, bunu görürəm. Burada yalnız enerji deyil, texnologiya, qida məhsulları və nəqliyyat sahələri təmsil edilir. Bu fürsətə görə zat əlinizə sadəcə təşəkkürümüzü bildirmək istəyirik. The guests first expressed their gratitude to the head of state for the reception. Numerous representatives of prominent companies, highlighting their pleasure at visiting Azerbaijan, conveyed their intention to expand cooperation with the country. They also shared information about the activities of their respective companies and the collaboration they have undertaken with Azerbaijan. Zat əlləri, çox sağ olun. Biz sizi biznes icmasını təmsil edən daha da böyük nümayəndə heyəti ilə görüşmək üçün Vaşinqtona dəvət etmək istəyirik. Azərbaycana çox böyük maraq var. Hesab edirəm ki, hər şey 2 il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu və sizin xatırlatdığınız kimi bu COP-da dünyanın ehtiyacı olan neftin və ənənəvi enerjinin və yeni enerji mənbələrinin önəmi qeyd olundu. Bugün burada bütün sektorlardan, əsas sektorlardan, yaranmaqda olan sektorlarda fəaliyyət göstərən şirkətlərin nümayəndələri yığışıb. O vaxtdan bəri biz Azərbaycana çox böyük marağın olduğunu şahidiyik.
sizin nazirlər həmişə gələ bilərlər. Qarşılıqlı əlaqə üçün nə qədər çox imkan olsa, Azərbaycanda Amerika şirkətləri üçün mövcud olan fürsətlərin onlar tərəfindən qavranılması bir o qədər də çox olacaq. Gələn dəfə siz New Yorkda olanda sizin necə məşğul olduğunuzu bilirəm, lakin biz əvvəlcədən planlaşdıracağıq. Səfəriniz çərçivəsində bizim üçün dəyirmi masanın təşkilində yardımcı olmağınızı xahiş edəcəyik. Bəlkə New Yorka bir gün əvvəl gələ bilsəniz, hətta bu bazar günü də ola bilər. Sizin fikirlərinizi, şirkətlərlə bağlı fikirlərinizi öyrənmək istəyirik. Təşəkkür edirəm. Bu dəvətə görə çox sağ olun. Bir daha bizimlə birlikdə olduğunuz üçün təşəkkür edirəm. Mən bizi ziyarət edən şirkətlərin siyahısına nəzər saldım və sizin qeydlərinizi nəzərə alaraq deyə bilərəm ki, bu şirkətlərin bir çoxu ilə bizim uzun illər ərzində səmərəli əməkdaşlığımız mövcuddur. Şirkətlərin bəziləri yenidir və bu da tamamilə təbiidir. Çünki birincisi, müstəqilliyi erkən illərindən Azərbaycan beynəlxalq tərəfdaşlığa çox açıq idi və bir çox beynəlxalq şirkətlərlə, o cümlədən ABŞ şirkətləri ilə yaxşı təmaslar qurmuşdur. Ona görə də bu şirkətlərin adlarının mənə çox tanış gəlməsi olduqca təbiidir. Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trumpla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Keçən ilin avqust ayında biz Prezident Trumpla Azərbaycan və ABŞ arasında strateji tərəfdaşlıq xartiyasının hazırlanması üzrə sənədi imzaladıq və burada xüsusi bəndlər var. O vaxtdan bəri mən ticarət, iqtisadiyyat, investisiyalar, enerji, süni intellekt, müdafiə sənayesində əməkdaşlıq və digər sahələri müzakirə etmək üçün Vaşinqtona hökuməti təmsil edən 4 nümayəndə heyətini göndərdim. Hökumət rəsmiləri arasında çox saylı təmaslar olmuşdur və mənim Prezident Trumpla sonuncu görüşüm keçən ay Davosda oldu. Baxmayaraq ki, onun cədvəli çox sıx idi və o çox qısa müddətlik orada idi. Onun Azərbaycan prezidenti ilə görüşməsi bir daha bizə və bütün regiona bu münasibətlərin bizim üçün necə də önəmli və onların necə də mehriban olduğunu nümayiş etdirir. Beləliklə, enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, biz indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq və ümid edirik ki, Amerika şirkətləri bizim əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var və yeri gəlmişkən siz bizim hökuməti təmsil edən nümayəndə heyətlərinin birinin səfəri zamanı bu barədə qeydlərinizi bildirdiniz. Rabitə, sünni intellekt, məlumat mərkəzlərinin yaradılması sahəsində fəaliyyət göstərən şirkətlərlə geniş bir görüş oldu. İndi bu bizim üçün prioritet məsələlərdən biridir. Hesab edirəm ki, bizim çoxlu üstünlüklərimiz var. Birincisi, coğrafi yerləşmə. İkincisi, çox asan olmayan dövrdə yaradılmış neft və qaz boru kəmərləri, dəmir yolları, elektrik kabel xətləri kimi mövcud kommunikasiya infrastrukturu. Sonra ən önəmli məsələlərdən biri bizim istifadə etmədiyimiz, istehlak etmədiyimiz və hələ ki ixrac etmədiyimiz çoxlu elektrik enerjimiz var. Hələ ki söhbət mövcud olan təqribən 2 gigavat elektrik enerjisinin istehsalından gedir. Azərbaycanın yerləşdiyi daha geniş regionda biz hər hansı növ enerji mənbələrinin idxalından asılılığı olmayan yeganə ölkəyik. Biz özümüzü neft, qaz, neft məhsulları, neft kimya məhsulları, elektrik enerjisi ilə təmin edirik və indicə qeyd etdiklərimin hamısını ixrac edirik. Beləliklə, bir çox ölkələr üçün çox faydalı olacaq artan ixracla yanaşı bizim hədəfimiz məhz budur.
Bugün yeri gəlmişkən biz təbii qazı boru kəmərləri ilə 16 ölkəyə ixrac edirik və qazın boru kəmərləri ilə təchizatı nöqteyi nəzərindən dünyada birinci yerdəyik. Lakin bununla yanaşı biz süni intellekt və rəqəmsal transformasiya sahəsində tərəfdaşlarımızın olması üçün Amerika və digər ölkələrdən olan aparıcı şirkətləri cəlb etmək məqsədi ilə bizim buradakı enerji potensialımızdan istifadə etmək istəyirik. Qazıntı yanacağına gəldikdə, hansı ki müəyyən siyasi gündəmə görə uzun illər ərzində ayrı seçkiliyə məruz qalmışdır. Biz şadıq ki, hər bir digər sahədə olduğu kimi Prezident Trumpın siyasəti realist ssenariyə söykənir. Populizmdən çox uzaqdır və real vəziyyətə əsaslanır. Dünya qazıntı yanacağı olmadan yaşaya bilməz və qazıntı yanacağı ehtiyatları zəngin olan ölkələr buna görə günahlandırılmamalıdır. Siz COP-u qeyd etdiniz. COP-a ev sahibliyi edən ölkənin rəhbəri olaraq mənim mesajlarımdan biri də o idi ki, biz neft qaza malik olduğumuza görə günahlandırılmamalıyıq. Mən həmçinin dedim ki, bir çox ölkələr COP keçirib və həmin ölkələr Azərbaycandan 10 dəfə çox neft və qaz istehsal edir. Lakin onlar media hücumlarına məruz qalmayıblar. Mənim mesajım ondan ibarətdir ki, ölkələr karbohidrogen ixracından gələn gəlirləri necə istifadə etdiklərinə görə dəyərləndirilməlidirlər. Hər kəs görə bilər ki, Azərbaycanda sərvətin bölüşdürülməsi çox ədalətli şəkildə həyata keçirilir. İkincisi, onların iqlim məsələsinə töhfəsi nədən ibarətdir? Bizim isə azı 100 il müddətinə təkcə daxili istehlak üçün deyil, həm də ixrac üçün təbii qaz ehtiyatları ilə təmin olunduğumuz halda bərpa olunan enerjiyə investisiyanın yatırılması və investisiyanın cəlb olunması həqiqətən də məsuliyyətimizi nümayiş etdirir. Söylədiyim kimi 2 gigavat enerji artıq mövcuddur və imzalanmış müqavilələrə əsasən anlaşma memorandumlarına deyil, müqavilələrə əsasən 2032-ci ilə qədər biz əlavə 7-8 gigavat günəş və külək enerjisinə sahib olacağıq. Qeyd etdiyim kimi, bütün bunlar artan iqtisadiyyat, inkişaf edən sənaye, xüsusilə bizim qlobal süni intellekt qovşaqlarından və məlumatlar mərkəzlərdən biri olmaq hədəfimiz şəraitində daxili istehlak üçün əlçatan olacaqdır. Üstəlik, bu etibarlı elektrik və qaz təchizatı mənbələri çatışmamazlığından və ya olmamasından əziyyət çəkən daha çox ölkələrə kömək edəcək. Üzərində işlədiyimiz layihələrdən biri də Azərbaycandan Avropaya Qara dəniz vasitəsilə kabel xəttinin, həmçinin Prezident Trumpın irəli sürdüyü və onun adını daşıyan Azərbaycanla Ermənistan arasında sülhə nail olunduqdan sonra reallaşması mümkün olan TRIP layihəsi beynəlxalq sülh və rifah naminə Trump marşrutu vasitəsilə ötürücü xətlərin mövcud olanlardan əlavə yeni ötürücü xətlərin çəkilməsidir. Biz bağlantıları da diqqət mərkəzində saxladığımız mühüm sahələrdən biri hesab edirik. Nəqliyyat və logistika infrastrukturumuzu lazımi səviyyəyə çatdırmaq üçün indiyədək çox işlər görülüb. Hazırda bizim dəniz limanımızın yük daşıma qabiliyyəti 15 milyon tondur və onun genişləndirilməsi yük aşırma qabiliyyətini 25 milyon tona gətirib çatdıracaq. Dəmir yollarımız müasirləşdirilir, Ermənistan ərazisindən keçəcək və sonra orta dəhlizin daha bir davamına çevriləcək yeni dəmir yolu tikilir. 9 beynəlxalq hava limanı regionda ən böyüklərdən biri, bəlkə də ən böyük olan yük daşıma hava yolu şirkəti, bütün bunlar artıq bir üstünlükdür. Xüsusilə Azərbaycanla Mərkəzi Asiya, Azərbaycanla Avropa arasında bağlantılara artan marağı da nəzərə alsaq,
kəmərlərin inşasında təcrübəmizi diqqətə alsaq, biz bəlkə də ölkələri bir araya gətirən ölkələrdən biriyik və ya yeganə ölkəyik. Kəmər inşa etmək çətindir, məsrəflidir və bizim coğrafiyamızda dağlardan keçib, sonra lazım gələndə dənizin dibi ilə çəkmək həqiqətən də böyük çətinlikdir. Üstəlik, xüsusilə bir neçə ölkədən keçən, Xəzər dənizindən başlayıb İtaliyada bitən, uzunluğu 3500 kilometr olan kəmər inşa edilirsə, hər kəslə əlaqələriniz, yaxşı əlaqələriniz olmalıdır. Bu geniş regionda belə təcrübəyə ancaq biz malikik. İş onda deyil ki, mən Azərbaycan haqqında yaxşı sözlər deyirəm. Bu reallıqdır. Bir çox ölkələri birləşdirən layihələrdə diplomatiya, bacarıq, təcrübə və artıq nəticələr olmalıdır. Bizim vəziyyətimizdə biz bunların hamısına malikik. Mən əminəm ki, sizin missiyanızın nəticəsi tezliklə praktiki layihələrdə həyata keçəcək. Sözsüz ki, görüşəcəyiniz hökumət üzvləri bizim planlarımız nədən ibarət olduğu, nələrin işlənmə mərhələsində olduğu barədə sizə daha ətraflı məlumat verəcəklər. Düşünürəm ki, bu cür missiyalar mütəmadi olaraq baş tutmalıdır. Yenidən Amerikaya səfər edəndə sizinlə görüşməyə hazıram. Həmçinin yenilənmiş məlumatları almaq və daha hansı işləri görə biləcəyimizə nəzər salmaq üçün sizdən buraya azı ildə bir dəfə gəlməyinizi xahiş edirəm. Mary Street, BP's Senior Vice President of U.S. Communications and External Affairs, highlighted the long-standing successful partnership between BP and Azerbaijan. She touched upon the positive investment environment in Azerbaijan and emphasized the importance of developing local personnel. It is not only about the positive investment climate but also about the workforce. For this, I am grateful, the guest said, noting that they intend to continue their strong partnership with the country. President Ilham Aliyev, in turn, highlighted the cooperation between Azerbaijan and BP, saying, Çox sağ olun. Sizin də qeyd etdiyiniz kimi, biz də 30 ildən artıq davam edən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu, ölkənin transformasiyasında mühüm rol oynadı. Çünki BP və Azərbaycan 1994-cü ildə birgə fəaliyyətə başlayanda Azərbaycan ciddi problemləri olan ölkə idi. Həmin dövrdə bizim Ermənistanın təcavüzü nəticəsində etnik təmizləməyə məruz qalaraq didərgin salınmış 1 milyon evsiz insanımız var idi. Büdcəmizdə vəsait sıfır idi. Elektrik enerjisi kəsintilərimiz var idi. Elektrik enerjisi çatışmırdı. Hətta neft hasilatı sürətlə azalırdı və uğur qazanmaq perspektivi çox aşağı idi. Beynəlxalq neft şirkətlərindən əsasən BP və başqalarından investisiyalar cəlb olunması bizim həyatda qalmağımız və dövlət qurmağımız üçün yeganə yol idi. Beləliklə, BP və digər şirkətlərin bizə etimadı mühüm rol oynadı. Biz bunu heç vaxt unutmayacağıq. Həmin vaxtdan bəri 30 ildən çox müddətdə heç bir narazılıq və ya heç bir hüquqi məsələ olmayıb. Beləliklə, bu, ev sahibi ölkə ilə aparıcı enerji şirkəti arasında əməkdaşlığın yaxşı nümunəsidir. İndi əməkdaşlıq bərpa olunan enerjiyə transformasiya olunur. 2020-ci ilədək işğal altında olan Cəbrayıl şəhərində BP 240 meqavatlıq günəş enerji stansiyasının yaradılmasında iştirak edir. Səngəçalda ən böyük neft qaz terminalının karbonsuzlaşdırılması da BP tərəfindən yaşıl gündəliyə böyük töhfədir. Çoxlu başqa planlar da var. Mövcud və yeni layihələr var. Buraya qaz hasilatının artırılması da daxildir. Ümidvarıq ki, bu il dərin su Azəri Çıraq günəşli layihəsində bunun şahidi olacağıq. Həmçinin neft hasilatının sabitləşdirilməsi bizim üçün əhəmiyyət kəsb edir. Biz çox səmərəli şəkildə işlədiyimiz və işləməyə davam etdiyimiz bütün enerji şirkətləri ilə yaxşı əlaqələr qurmuşuq. Düşünürəm ki, məhz
Buna görə neft hasilatının obyektiv səbəblərdən aşağı düşməsinə baxmayaraq, Azərbaycana investisiya yatırmağa maraq hələ də çox yüksəkdir. Mən Exxon'un nümayəndələrini görürəm. O da Azərbaycanda investisiya layihələrinə qoşulan ilk şirkətlərdən biridir. Hazırda yeni layihələr üzərində işləyir. Ümidvaram ki, yaxşı nəticələr əldə olunacaq. Ötən ilin avqustunda Vaşinqtona səfərim zamanı çox ümidverici və çox cəlbedici layihə ilə bağlı anlaşma memorandumunu imzaladıq. Əgər uğurlu olarsa, ümidvarıq ki, bu bizə neft sənayemizi inkişaf etdirmək üçün əlavə imkanlar yaradacaq. Eyni zamanda, həmişə olduğu kimi, neft satışından əldə etdiyimiz vəsaiti qeyri-neft iqtisadiyyatına investisiya yatırmaq üçün bizə əlavə imkan verəcək. Yeri gəlmişkən, iqtisadiyyatı şaxələndirmək bizim qarşımızda olan hədəflərdən biridir. Biz yaxşı nəticələr görürük. Mən indicə bu ilin yanvarının statistikasına baxdım. Bizim qeyri-neft və qaz sənayemiz demək olar ki, 8% artıb. Bu, həmin şaxələndirmə sayəsində mümkün olub. Beləliklə, ənənəvi enerji mənbələri ilə bağlı müqavilələr və əməkdaşlıq bizə vəsait toplamaq və yenidən investisiya yatırmaq imkanı verir. Christina Doros, Senior Vice President and Group Country Manager for Visa CC, noted that the company has maintained effective cooperation with local banks for 30 years. She emphasized that Visa is implementing projects in Azerbaijan aimed at developing an advanced, secure, and inclusive payment system. Doros also expressed her gratitude for the cooperation and partnership with the Azerbaijani government on initiatives aligned with national priorities under the framework of the Azerbaijan 2030 strategy. President Ilham Aliyev, thanking Visa for the cooperation and touching on the prospects of the relationship, said, "I received information from our governmental agencies about very fruitful cooperation with Visa, and we are very happy about that. Of course, you work here with different partners." Mən Visa ilə çox məhsuldar əməkdaşlıq barədə hökumət qurumlarımızdan məlumat almışam və biz bundan məmnunuq. Əlbəttə ki, siz burada müxtəlif tərəfdaşlarla İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və bir çox digər təşkilatlarla işləyirsiniz. Gündəliyimiz, planlarımız və burada görülən işlər barədə məlumatınız var. Biz bir mənalı olaraq müasirləşməni davam etdirmək, insanların gündəlik həyatını daha da rahat etmək üçün gələn illərdə Visa ilə sıx işləyəcəyik. Çox sağ olun. In his concluding remarks, President Ilham Aliyev spoke about the favorable investment climate created in Azerbaijan and discussing the role of the country in Europe's energy security, said, Bizimlə olduğunuza görə bir daha təşəkkür edirəm. Mən şirkətlərin siyahısına baxdım və dediyim kimi, bizimlə uzun illər çalışan şirkətləri gördüm. Onlar həmçinin bunu öz çıxışlarında qeyd etdilər. Məsələn, Apple, Baker Hughes, Boeing, BP, Coca-Cola, Ericsson, Exxon, JP Morgan, Honeywell, Marriott, Mastercard, Visa və mənim üçün bəzi digər yeni adlar da var. Beləliklə, düşünürəm ki, mövcud əməkdaşlığı artırmaq üçün yaxşı tərkib var. Ölkəmizə ilk dəfə səfər edən şirkətlər üçün isə Azərbaycanda işgüzar fəaliyyət aparmaq üçün bu görüş yaxşı istinaddır. Ümumiyyətlə, ölkəmizdə çox müsbət biznes mühiti mövcuddur. Biz nəhəng sərmayələri cəlb etmişik. Əgər ölkənin ölçüsünə və əhalinin sayına baxsanız, son 2-10 illik ərzində 350 milyardlıq sərmayə həqiqətən çox böyük rəqəmdir. Hamımızın bildiyi kimi sərmayələr istənilən ölkənin inkişafında əsas aparıcı qüvvədir. Biz və qanunvericiliyimiz hər zaman xarici sərmayələrə açıq olmuşdur. O cümlədən 30 il əvvəl imzalanmış pay bölgüsü sazişlərinə gəldikdə heç bir söz belə dəyişməyib.
I know that it's Bilirəm not the ki, case belə anyway in hal the world. dünyanın hər yerində Sometimes olmur. when you negotiate, Bəzən siz danışıqlar you aparmaq, make some concessions müəyyən and güzəştlərə then getmək you want to və sonra isə reconsider that. It şərtlərə never happened here. yenidən baxmaq Because istəyirsiniz. we were absolutely Burada sure that you have to heç build zaman trust, elə hal especially olmayıb. in the country Çünki which was biz tam əminik ki, in a very poor xüsusi olaraq situation, as I mentioned, dediyim in kimi the beginning of 90s, 90-cı you had illərin to build əvvəlində trust yoxsul vəziyyətdə olmuş ölkəyə within years. etimad And only one qurulmalı wrong idi. step can ruin Siz that etimadı trust. So we were illər boyu lucky that qurmalısınız we və didn't yalnız make bir səhv addım that həmin wrong etimadı step. poza On the bilər. contrary. Bir sözlə biz həmin Today səhv the number addımı of atmamışıq. Əksinə, companies who bugün work with bizimlə us işləyən is şirkətlərin sayı artır. Our geography Beynəlxalq of our əlaqələrimizin coğrafiyası da international genişlənir. relations also Bir çox ölkələrlə imzalanmış is growing. strateji Strategic partnership tərəfdaşlıq sənədləri, documents, sazişlər agreements, və declarations bəyannamələr var. have been signed with, Ölkələrdən bəziləri many countries. bir-biri ilə And, some of yaxşı them are münasibətdə not deyil. in good terms between Lakin each other. mən But hər I zaman always said that demişəm ki, Azerbaijan will Azərbaycan never be a heç vaxt area of toqquşma confrontation. yeri It will be olmayacaq, the area of cooperation. əməkdaşlıq məkanı olacaq. There'll be enough Hər room kəs for üçün everyone. kifayət qədər imkan And of olacaq course, və əlbəttə the ölkənin development inkişaf agenda gündəliyi of the göstərir ki, country biz düz demonstrates yoldayıq. that we were on the right Bu track. gün dediyim kimi Today, Birləşmiş as I said, Ştatlarla münasibətlər Relations with United yeni, States are entering tamamilə a new, əla absolutely, dövrə fantastic qədəm qoyur. area. We are very Biz çox enthusiastic həvəsliyik and we want və şirkətlərimiz to use arasında this, great birbaşa opportunity in order to əlaqələri establish qurmaq üçün direct həmin contact between the böyük companies. fürsətdən istifadə etmək istəyirik. Plays important role Azərbaycan in energy bir çox security. ölkənin enerji təhlükəsizliyində mühüm rol oynayır. 10 of them Onlardan are members 10-u of European Avropa Union, İttifaqının üzvü, 11 11-i isə at the same eyni time zamanda members of NATO-nun NATO. üzvüdür. So for these Həmin countries, ölkələr üçün now hazırda Azərbaycan is transforming heç into zaman much more görünmədiyi important qədər partner daha than ever mühüm before. tərəfdaşa çevrilir. And we observe, Biz bütün respect öhdəliklərimizi all our commitments yerinə and, yetiririk və never siyasi gündəliyi mixed heç political zaman agenda with biznes ilə business. qarışdırmırıq And that və also bu was, bizim üçün qlobal opportunity enerji for us bazarında to broaden beynəlxalq our fəaliyyətimizi international genişləndirmək presence üçün on yaxşı the global energy fürsətdir. Connectivity Artıq projects müzakirə which we etdiyimiz already daşımalar discussed layihələri will region already üçün create böyük a great imkanlar opportunity yaradır. for the region Çünki because despite biz the fact that, 30 il ərzində we've been the Ermənistanın subject of Armenian təcavüzü aggression and və occupation işğalına for 30 məruz years, it qalma was faktına Azerbaijan baxmayaraq, Azərbaycan made the məhz first step ərazilərinin towards peace azad olunması, after liberation güc of our və siyasət territories, vasitəsilə ərazi and bütövlüyümüzü full restoration və of suverenliyimiz our tam territorial bərpa integrity and sovereignty. edildikdən sonra By birinci force addım and by atdı. political means, Və we offered Armenia 2025-ci il avqustun peace was 8-də achieved Prezident with the help of President Trumpın Trump, köməyi ilə August 8, sülh quruldu. 2025. And now we Hazırda not only lifted biz Ermənistana all the bütün restrictions tranzit yüklərə to transit məhdudiyyətləri cargo to Armenia because Armenia götürmüşük. doesn't Çünki have Ermənistanın etibarlı reliable daşımalar transportation, communication əlaqə marşrutları routes, so yoxdur transit və through beləliklə Azerbaijan for them Azərbaycan is very tranziti important. onlar üçün çox started əhəmiyyətlidir. to supply Biz əməkdaşlığın oil products to ilk Armenia. elementlərini qurmaq üçün Ermənistana In order to, neft məhsullarını establish, təchiz etməyə the first başladıq. elements of cooperation. With respect İqtisadi to vəziyyətimizə our economic gəldikdə situation, it is o stable. sabitdir. We have very low Xarici foreign debt. borc həcmi çox It is, aşağıdır. 6.1% Üdeyimin of our GDP. 6,1%-ni təşkil edir. Bu ola bilsin dünyada ən aşağı göstəricilərdən biridir. Biz həmçinin maliyyə ehtiyatlarını yığırıq və hər il onları artırırıq ki, iqtisadiyyat sabit qalsın. Leading rating organizations S&P like kimi S&P aparıcı reyting təşkilatları kredit reytingimizi sərmayə investment, və müsbət səviyyəsinə qaldırıb. which is also a reflection of the Bu isə reforms. islahatların təzahürüdür. We have positive Biz dynamics demoqrafik on baxımdan demography. müsbət Our dinamikanı population müşahidə edirik. is growing. Əhali artır. Maybe not as Ola fast bilsin as 10 il əvvəl 10 years olduğu kimi ago, deyil. but we see Lakin this biz more or less eyni mənzərəni in the countries regionun and the regions digər the same ölkələrində picture. də görürük. But Bununla nevertheless, belə demographic demoqrafik situation is vəziyyət positive. müsbətdir.
Poverty Yoxsulluq rate səviyyəsi is around təxminən 5%, 5%-dir. which is, Düşünürəm I think ki, also good bu da result. yaxşı So nəticədir. this demonstrates that Görünür ki, economic development iqtisadi inkişaf and social protection və sosial müdafiə are going hand in Azərbaycanda yan-yana gedir. hand. And that was Və the bütün reason bunlar for political siyasi stability, sabitliyi, predictability, proqnozlaşdırmanı, economic stability. iqtisadi sabitliyi and, və imkanları opportunities. əsaslandırır. So today, Bir sözlə, bugün our main biz concentration is əsas diqqəti to step qlobal forward tendensiyalarla in line with the ayaqlaşmaq, global trends, xüsusən də especially in digital rəqəmsal transformation, transformasiyada in, olmaq, artificial süni zəka, intelligence, in data məlumatlar centers, mərkəzləri and sahələrində a lot has been irəliyə already doğru addım atmağa accomplished. yönəldirik. It's not Bir çox seen işlər and should not artıq be seen görülüb. Bəlkə də bu yet, görünmür but a və ya lot of hələ ki preparative görünməli works deyil. have been Lakin done, çox hazırlıq and, işləri görülüb our və biggest ən böyük expectations gözlədiyimiz is to nəticə work with, Amerika American şirkətləri ilə strateji which are the tərəfdaş leaders kimi in this işləməkdir. area Çünki onlar bu sahədə as a strategic partner. liderdirlər. And by the way, in Yeri the gəlmişkən, document which we Prezident signed Trumpla with imzaladığımız President Trump, sənəddə və imzalanması, and with, planlaşdırdığımız which we are strateji planning tərəfdaşlıq also to haqqında sign Xartiyada Charter on Strategic süni Partnership intellekt with a special və ona aid provision bütün məsələlər for barədə AI and, xüsusi everything müddəa related to var. that. Of course, Əlbəttə, we can talk a lot biz about, görülmüş what has və been done and planlaşdırdığımız what we işlər barədə plan, çox but I danışa think bilərik. better Lakin will düşünürəm be ki, for siz you to və xüsusən də see everything ilk with dəfə your eyes, səfər edənlər especially for hər those şeyi who visit us for öz the first gözünüzlə time, görsəniz daha because to yaxşı meet olar. governmental, Əlbəttə, hökumət officials rəsmiləri ilə, and also, işgüzar dairələrlə görüşmək, business community ölkəni and to hiss feel the etmək country. And imkanınız also the olacaq. last word about, Nəhayət, mehmanxana hospitality işi ilə bağlı business. son söz söyləyim. We're very glad Çox that şadıq ki, Marriott expanding Azərbaycanda its presence nəinki in paytaxtda, Azərbaycan, not o only in cümlədən the capital, but regionlarda also in the öz regions. fəaliyyətini I hope genişləndirəcək. that your Ümid edirəm ki, activity in the regions regionlarda will grow. fəaliyyətiniz artacaq. We have other Birləşmiş also Ştatların hotel chains digər from mehmanxana United şəbəkəsi States and, və digər not only. tərəflər də And ölkədə still var. there is a big potential Potensial because a hələ də number böyükdür. of Çünki foreign Azərbaycana visitors səfər to edən Azərbaycan xarici vətəndaşların is sayı growing ildən ilə year artır. after year. Yalnız There was only bir one dövr var idi. period, COVID and Covid və post-COVID when it was a decline. Ondan sonraki Now dövrdə it is tənəzzül recovered. yaşandı. İndi isə həmin The sahə bərpa occupancy olunub. in the hotels Mehmanxanalarda tutum also is a həmçinin appropriate level. müvafiq səviyyədədir. Big international Azərbaycanın events, which dövrü Azerbaijan əsaslarla is ev hosting sahibliyi etdiyi regularly, böyük beynəlxalq also tədbirlər, attraction həmçinin of, additional əlavə tourists. turistlər cəlb edir. So, Bir sözlə, my, tövsiyəm recommendation odur would be ki, to look at the Bakıda və opportunities rayonlarda imkanları in Baku and in the araşdırmaq region. lazımdır. You mentioned Siz ski Xizək resorts, mərkəzini there are big qeyd plans etdiniz. to develop Oranı inkişaf this etdirmək üçün site. böyük planlar var. Today it's already Bugün quite a o sizable, idman üçün very artıq comfortable geniş və çox rahat məkana place çevrilib. for, sports and, Yeri by the way, gəlmişkən we'll host biz the first, martda orada ilk international beynəlxalq event tədbiri this month. təşkil edəcəyik. So, Beləliklə, hospitality mehmanxana business biznesinin has a big Azərbaycanda potential böyük in potensialı Azerbaijan. var. So I hope Ümid that, edirəm, Amerikanın many other, mehmanxana sənayesinin bir çox you know, digər branches and chains şəbəkələri, of, filialları American Azərbaycana gələcək industry will və come to Azerbaijan görəcək ki, and to bu see that biznes it's a good və place sərmayə to üçün invest yaxşı and to do məkandır. business.